Vaqif müəllim, bir ictimai nəzarət təşkilatı olaraq biz öz aramızda bir neçə dəfə söhbətlər olubdur bu hafta. Biz qələbə ölkəsi kimi bizim prezidentə necə bir münasibətiniz və nə fikirdəsiniz? Bu hafta xahiş edirəm, hissədənisə. Ben ne hərbi mütəxəssisəm, nə siyasi icmalçıyam. Ancaq vətəndaş mövqeyindən möhtərəm prezident haqqında öz ürək sözlərimi dilə gətirə bilərəm. Bir həyatda düz işin, düz sözün, ilqarın bolsa, harada olsan səni tapar yaxşılıq. Əgər məhəbbətlə səpsən daş, inan ki cigəri bitər yaxşılıq. Bizim prezidentimiz dünya arenasında her yerde yaxşılıqlar ilgə gedir. Bütün Türk dünyasının sevimlisidir. Necə ki bu qələbə vaxtı 2000-ci ildə hələ ben prezident haqqında yazmışdım. Cənab prezident, baş komandanım, hərbi qibləgahım, dinim, imanım, bütün Türk dünyası, Azərbaycanım səni alqışlayır, böyük şərəfdir. Bu qələbədir, əlbəttə ki qələbədir. Prezident bizə o qədər sevinçlər yaşatdı ki, bu millətin hikmətinə, namusuna, qeyrətinə sahib çıxdı. Onları bizə qaytardı. Tarixdə görünməmiş bir qələbə yaşatdı. Analogu olmamış bir qələbə. Xalq tərəfindən mən elə hesab edirəm ki, hələ bizim prezidentə layiqi ad verilmir. Layiqi rütbə verilmir. O, general Stevens olmalıdır. Mənim anım. Çox sağ olun, Vaqif müəllim. Mən bunu deyə bilərəm ki, müharibənin ilk qılıcını Tovuzdan başlayıb, yəni ki, bunu Azərbaycan Milli İttifaqı. Bunu da deyim ki, ilk dəfə olaraq elə bu sizin bu sözünüz də Tovuzdan yenə başlasın. Tovuz xalqının adıyla, Tovuz İctimai Nəzarət Təşkilatının adıyla bizim möhtərəm prezidentimizə yəqin ki, bizim bu işlərdən sonra Milli Məclis öz arasında çox güman ki, məsləhətlər deyilər, öz aralarında söhbətlər olar. Ona General Stevens və hətta Azərbaycanın milli qəhrəmanı adıyla yəqin ki, tədbir görürlər. Vaxtda bir işlər. Əlbəttə ki, Milli Məclisin işidir. Bəli, onu da deyim ki, məsəl üçün 2000-ci ildə hələ mən mərhum lider Heydər Əliyevin mühafizəsinin ucalmalının ilk dəfə təşəbbüsünü də mən realizasyon mükəmməli Tovuz xalqı olaraq, Tovuz cəmiyyətinin adıyla, öz adından ilk dəfə də 2003-cü ildə Ukraynada ucalıb, ondan sonra Azərbaycanın və bütün demək olar ki, regionlarında və başqa ölkələrdə. Bizim bu sözümüzü də necə deyirlər, halk səsi kimi ucalsın. Onun liderimizə abidəsinin ucalan kimi bizim möhtərəm prezidentimizin də yəqin ki, nəsə də onun haqqında xalqın səsini Milli Məclisdə eşidər, onun haqqında bir qərar qəbul edirlər. İnşallah, inşallah.